İndi biz ne eləyirdik? Bayaqlarım kontrol basırdıq. Oradan buradan seçimlər aparılırdı da elə. İndi amma buradan gəlsəm mən view bölməsinə daxil olsam, burada item checkbox bölməsi var ki, buna bassam hər bir bu verilmiş obyektin qarşısında checkbox olacaqdı. Yəni mən ta kontrola basılıb tot seçməyimə ehtiyac olmayacaqdı. Elə bir dənə üstünə bassam oradan buradan görürsüz seçim aparılacaq. Amma bayaqki olmasaydı nətər olardı? Mən hər hansı da obyektin üzərində bir dəfə basanda bircə dənə o obyekti seçə bilirdim. Ondan başqasını seçmək üçün gərək mən kontrol düyməsinə basardım. Bu da belə. Daha sonra burada ne var? File name extensions. Extensions bildiğiniz gibi bakın buradaki uzantılardır ki onları gösterir ki bu hansı program vasıtasından yaranıbdı, hansı uzantıya malikdir. Mesela onun üzerinden bu item extension'ı oradan biz kaldırsak ne olacaktı? Mesela buradaki bu programlarımın PDF olduğunu hiçbirini görebilmeyeceğim. Ve salam. Başka burada neler var? Hidden items var ki bu da ki hidden olanda mən gizlənmiş qovluqlarımı gəlib buradan hal-hazırda mən heç nəyi gizlətməmişəm deyə gizlənmiş qovluğum yoxdur. Hidden'ın üzərinə bassaydım gizlənmiş qovluqların təzən bir də görsənmiş olardı. Bəs burada 3 nöqtə bölməsi var. Burada nələrdir? Burada deyir ki quick access hissəsinə gəl pinlə. Məsəl üçün Rüstəmov kitabını mən istəyirəm ki gəlim buradan harda bir dəqiqə üzerinden pinleyeyim. Mesela çünkü bu file olduğuna göre bu hisseye pinleyebilmeyeceğim Quick Access'e. Niye? Çünkü Quick Access'de həmişə yalnız və yalnız qovluqlarca pinləyə bilərəm. Bunu da beldən yadınızda saxlayın. Mən faylı hara pinləyə bilirəm? Favorit qovluqlarının içərisinə daxil edirəm. Gəlirəm bircə dəqiqə. Bir dəqiqə ekranımdan. Burada favorit qovluğumu tapmalıyam. Dəqiqə tapım göstərəcəm. Nəysə davam edirik. Favorit qovluğumu tapamadım. Bilmirəm harası da gizlənibdi kompüterimdə. O qovluq bilirsiniz nə cürdür? Beldən sarı rəngli bir qovluqdur, hamının kompüterində var. Üzərində də belə ulduz işarəsi var ki, o nə cür ki qalereyamızda falan da olur ki, favoritləri əlavə eləyirsən, bəyənmələri əlavə eləyirsən ki, bunlar mənim ən xoşladığım şəkildirmi, nədirmi? Bu da onun kimi idi. Həmin o qovluğun içərisinə daxil olmalıydı, amma mən onu tapa bilmədim öz kompüterimdə. Amma siz tapa bilərsiniz. Burada favorit qovluq axır ki tapdım. Bu qovluğun içərisinə daxil olsanız, bunun içərisində normalda amma bu qovluğun üstündə belə ulduz şəkli olmalıdır ki, biraz digər qovluqlardan fərqlənsin. Aha, burada oraya gəlib düşür. Sonra nəyi danışırdıq bayaqların biz buradan? 3 nöqtədən danışırdıq ki, bu 3 nöqtəni nə eləyə bilirik? Biz zip fayl eləyə bilirik. Bilirsiniz ki, zip fayl nə deməkdir? Arxiv qovluğuna salmaq. Quick Access-ə pinləyin. Gəlin indi favoritisi Quick Access-də pinləyək. Pinləyəndə görəcəksiniz ki, gəldi düz buraya düşdü. Sonra nə eləyə bilirəm mən burada? Copy paste o deməkdir ki, yolunu mən faylın tam yolunu kopyalayıram. İndi kopyaladım və burada kontrol V eləyən kimi görürsüz. Həmin faylım nəyin içərisindəymiş səndimə? C diskində 100 yer qovluğunun içərisində Elmira qovluğunda favoritçilər deyilən bir qovluq var imiş. Daha sonra burada ne eləyə burada select all var ki, bütün buradaki obyektlərimi seçirəm və yaxud da ki, select nana bassam heç bir obyekt seçmirəm və ya burada invert selection var. Bu bilirsiniz nədir? Seçilmişləri seçir, seçilmişləri seçmir, seçilməmişləri seçir. Bu məsəl üçün o vaxt işimizə yarayır ki, deyək ki, mənim ekranımda 1000-dən çox PDF var. Mən də deyirəm ki, bu 1000-dən çox PDF-dən bir dənə başdakını, bir də ayaqdakınıca seçim eləmə mənə. Gəlirəm indi buradan seçdim. Bu iki dənəsini seçim eləmə və yaxud da ki seç. İndi orada invert selection'ın özünün xüsusi bölmələri var, onları göstərəcəm. Məsəl üçün, mən deyirəm ki, bu ikisindən başqa yerdə qalan hamısını seç. Bir də mən yerdə qalan hamısını seçmək üçün nə qalmalıydım? Gərək bir belə qabağına tık qoya gedərdim də. Hazır onu qoyduğuma invert selection eləyəcəm. Biri buradan olsun, biri buradan olsun. Bu iki dənəsindən başqa yerdə qalanları gəlsin, seçsin. İndi göstərirəm, baxın. Invert selection'a basacağım. Görün nə oldu? Bir başdakı, bir də ayaqdakından başqa yerdə qalan hamısını seçdi. Deməli, invert selection nə var? Seçilmişləri seçmir, seçilməmişləri seçir. Mən məsəl üçün burada qoy bircə dəqiqə, buna da tık qoyuram, buna da tık qoyuram. Aşağıda nə qədər obyektim var? 23 dənə. Məsəl üçün mən o 23 dənədən 2 dənəsinin üzərinə seçim bassaydım və invert selection eləsəydim, nə qədər məndə seçilməmiş qalardı? 21 dənəsi, daha doğrusu seçilmiş qalardı. 21 dənəsi. Gəlin də eləyəyim, baxalım. Gəlirəm mən buradan.
Məsəl üçün bir budur, bir dənə də budur. Bu iki dənəsini seçdim. Elə normalda məndə burada nə qədər seçilmiş olur? Bax burada yazıbdı. İki dənəsi seçilibdi. Amma gəlsəydim buna invert selection bassaydım, nə olacaqdı? Aşağıda göstərəcəkdi ki, 23 obyektdən 21 dənəsini seçmisən. Bu da belə qəribə bir funksiyadır. Sonra başqa nələr var? Propertieslər var ki, mən buradan xüsusiyyətlərə baxa bilirəm. Sonra məsəl üçün bir dənəsi xüsusiyyətinə gəlin baxaq. Aha, məsəl üçün bu qovluğun xüsusiyyətlərində nələr varsa da onları görə bilirik. Belədən bu hissələri çox da bilməyinizə ehtiyac yoxdur. Daha sonra burada nə var? Options bölməsinin ən əsas hissəsi buradır. Options bölməsi yadınızda saxlayın ki, 3 başlıq adı altında açılır. Generaldır, view'dur və search başlığıdır. General başlığında nələr var? İndi biz bundan danışarıq. Burada birinci open each folder same window. Harada same sözü görsəniz, variantda gözünüz eyni və cari sözünü axtarsın. Bu nə deməkdir? Yəni ki, mən hal-hazırda olduğum qovluğu açmaq istəyirəmsə, elə olduğum qovluğun pəncərəsini cari pəncərədə göstərəcəkdir. Elə həmişə də elə caridə qalır default olaraqdan. Məsəl üçün VS Code'a girmək istəyirəmsə də, onun içində bu qovluğa girmək istəyirəm, çox şükür ki, hamısının içi boşdur. İçinə girəndə nə qalır? Elə cari olaraqdan eyni qovluğun üzərində göstərir. Və mən bir dəqiqə eyni qovluqdayım. Çıxış edən başqa qovluğu bundan bir əvvəlki qovluğa girir. Yəni başqa bir pəncərə açmır. Eyni pəncərənin üzərində olur. Və yaxud da cari pəncərənin üzərində mən hərəkət edirəm. Ancaq mən gəlsəydim bura. Burada optionslardan open window hissəsinə bassaydım, open window'u görən kimi nə sözünü axtarırsınız variantlarda? Şəxsi, yeni və ayrı sözünü axtarmalısınız. Bu üçündən birini orada göstərəcəksiniz. Bu o deməkdir ki, bir dənə oka basıram. Mən hal-hazırda indi bir dənə məsəl üçün bunun üzərində qoyun görüm harda bir dənə qəşəng qovluq var. Aha, məsəl üçün favorit bar qovluğuna girəndə görürsüz artıq başqa bir qovluq açıldı. Yəni qovluq pəncərəsi açıldı daha doğrusu. Bu bayaqki arxada olduğu kimi qaldı. Bir dənə də pəncərə buradan açıldı. Yəni nə oldu? Şəxsi pəncərə açıldı, yeni pəncərə açıldı, ayrı pəncərə açıldı. Bu da o deməkdir. Sonra gəlirəm buradan options bölməsindən nə var burada? Single click var ki, mən obyektin üzərində bir dəfə tıklayanda obyektə daxil olum. Double click var ki, obyektin üzərində normalda hamıda olduğu kimi 2 dəfə tıklayanda obyektə daxil olaq. Sonra nələr var burada? Bunu əvvəlki default halına salağın. Sonra burada var ki, recently. Recently o deməkdir ki, sonuncu açdığım faylları göstər. Sonra frequently, tez-tez açdığım faylları göstər. Başqa da bir şey bilməyə ehtiyac yoxdur buradan. View bölməsindən nələri bilməliyik? Fayl və folderlər üzərində nələri göstərmək olur? Bunların thumbnails'lərini göstərmək olur ki, thumbnails'lər nə deməkdir? O hansı ki, məsəl üçün bir dənə Word proqramında bir sənəd hazırlamışıq. Word proqramındakı sənədin üzərinə nə olur? Həmişə default olaraqdan elə W işarəsi düşür. Ağ sənəd işarəsi üzərində mavi rəngli W hərfi düşür. Bu normalda şablon olaraqdan bütün sənədlərdə elə görsənir. Gəlirəm məsəl üçün, yaxşı da bir dəqiqə. Məsəl üçün dovlantılara girirəm. Şablon olaraqdan ayda bir dənə dokumentlərə girim. Baxın, Word-də nə cürdür? Bu cürdən görsənir. Elə amma ki thumbnails'a bassaydım, həmin o PDF-in içərisinin ilk səhifəsi ekranda görsənərdi və Word-ün öz şablon olaraqdan balaca görsənərdi. Bu ondan ötürüdür. Sonra burada nəyi gizlədib göstərə bilirəm? Aha. Başqa nələri bilməliyik? İkonları gizlədib göstərə bilirik. Sonra fayllarımızı gizlədib göstərə bilirəm. Buradan başqa nələri bilməliyəm? Başqa onu bilməlisiniz ki, burada mən genişlənmələri, fayllarımın və obyektlərimin genişlənməsini, məsələn PDF tipindənmi, doc tipindənmi, HTML tipindənmi və s. də bu genişlənmələri gizlədib göstərməyim hardandır? View bölməsindəndir, folder options'ın view bölməsindəndir. Sonra search bölməsindən isə mən fayllarım haqqında axtarışları buradan beldən gizlədib göstərə bilərəm. Vəssalam. Mənim hal-hazırda File Explorer pəncərəsindən bilməm gərəkənlər bunlar idi. Bayaqların bilirsən preview və yaxud da detailed panes haqqında danışdım. Bu o demək idi ki, məsəl üçün PDF-in gəlirəm buradan bir də danışım, çünki xatırlamıram, yadımdan çıxır. O qədər məlumat verirəm ki, yadımdan çıxır ki, buranı görəsən bayaq dedimmi, demədimmi? Böyük ehtimal ki, deyərəm. Burada
view bölməsindən details pane-ə bassaydım əgər, məsəl üçün seçdiyim buradakı hər hansısa da bir qovluğun sadəcə detallarını görərdim. İlk səhifəsinin şablon olaraqdan açılmış bu ya ilk səhifəsini görürəm və yaxud da ki thumbnail istərsə də ilk səhifəsini görürəm, əgər deyilsə də şablon formasını görürəm və bunun detallarını görürəm. Amma yox. Gəlsəydim buradan preview'a bassaydım, artıq mən preview'a basanda bunun içərisini görə bilirəm. Məsəl üçün görürsünüz, içərisində nələrsə də yazılıbdır, belə məlumatlar var. Birbaşa PDF-in üzərinə basıb daxil olmadan onun içərisindəki məlumatları mən bu pəncərədən görə bilirəm. Başqa buradan nələri bilməliyik? Burayla artıq search document hissəsindən də bildiyiniz kimi mən axtarış edirəm. Məsəl üçün Elmira PDF-ni axtarıram, nəyi axtarıramsınız, adını yazırsınız və yaxud da ki ilk hərfini yazırsınız, aşağıdan çıxmalıdır ki, məsələn E ilə başlayan mənim obyektlərim hansılardır, onları göstərir. Və salam, bu qədər. Mən File Explorer pəncərəm bu qədər idi. İndi bir dənə də Settingslər bölməsi var ki, bu settingslər aradan girəm. Ya Start menüsündən girəcəm, burada All bölməsinə daxil olub, buradan ya Settingsləri axtarasıyam. Və yaxud da ki, buradan gördüyünüz kimi. Və yaxud da ki, Win düyməsi ilə I düyməsini, İlhamın İ'si. Win düyməsindən I düyməsini basanda Settingslər bölməsi gəlir. Burada Home tabı var. Sistemin ümumi parametrlərinə buradan baxıram. Məsəl üçün Bluetooth-dan qoşulubdumu, qoşulmayıbdumu, nə qoşulubsa da onlardır. Kamera ayarlarıdır. Bunlar fontlardır və yaxud da ki arxa fon göstərişlərdir. Hər şey buradan görsənir. Sonra sistem bölməsindən Display'dir, Sounds'dur, Navigation'dır, belə bir əmrlərimiz var. Bunlar haqqında, çoxsu haqqında danışmışıq əslində keçən dərslərimizdə. Display'də nələr olacaqdır? Bizim kompüterimizin ana ekranı haqqında, məsəl üçün işıqlandırılmasıdır və s. bunlardır. Daha sonra bunların çoxsu haqqında danışmışıq, amma yenidən danışırıq. Bir də üstündən tez-tez keçək. Sound bölməsindən mən kompüterimin səs ayarlarını gizlədib nəydi? Açıb bağlaya bilirəm. Navigation bölməsi bildiyiniz kimi bildirişlər panelidir ki, mən bu bildirişlər panelindən hansı proqramlarımın bildirişi görsənsin, görsənməsin bunları deaktiv, aktiv eləyə bilirəm. Daha sonra nələr var? Focus bölməsi var ki, focus bölməsi o deməkdir ki, mən hal-hazırda ekranım nə qədər müddət açıq qalsın, qalmasın onları buradan tənzim eləyirəm. Daha sonra burada nələr var? Bateriykalar var, storage bölməsi, yəni yaddaşım hissəsidir. Multitasking o deməkdir ki, mənim kompüterimdə məsəl üçün başqa bir monitorlara qoşmuşam, bu monitorlarım görsənsin, görsənməsin. Məsəl üçün bundan ötürü də Win-dən P düyməsini basacaqsınız ki, Win P-yə də basanda məsəl üçün deyirsən ki, proyektorumu qoşmuşamsa da yalnızca mənim ekranımıza görsənsin. Yəni birdən olur da proyektora qoşursunuz və siz WhatsApp-a girmək istəmirsiniz o proyektorda görsənsin. WinP'yə basın, PC screen onunla qoyun və ya da hər ikisini həm kompüterinizdə, həm proyektorda görsənmək istəyirsinizsə də duplikatə və yaxud da ki digər bu əmrlərə daxil ola bilərsiniz. Bunlar haqqında çox da sizə suallar düşməyəcəkdir. Ümumiyyətcə, sadəcə beldən göz yaddaşınızla yadınızda saxlayın ki, bunun içərisində nələr var. Sonra Bluetooth hissəsi bildiyiniz kimi bu kompüterimizə Bluetooth-ların qoşulması, network and internet hamısının adlarından zaten ki bilinir ki, mənim internetə, VPN-ə qoşulmağım, uçuş rejiminə atmağım, simli, simsiz şəbəkələrin hər biri buradan görsənir. Personalization bölməsi bilirsiniz ki, ekranla bağlı olan 99% əmrlərin hamısı buradadır və bura haqqında danışmışıq sizinlə. Apps bölməsi ən çox lazımdır ki, sizə belə bir sual düşər ki, mənim proqram, daha doğrusu kompüterimdə standart proqramlarım harda yerləşir deyilsə, deyin ki, settingsdə apps bölməsindədir ki, burada mən default olaraqdan susmaya görə olan bütün proqramlarımı burada göstərə biləm. Məsəl üçün kalkulyatordur, kalendardır, kameradır, sonra snipping tool'un özüdür və s. və s. Susmaya görə olan bütün default proqramlarımın hamısı, standart proqramlarımın hamısı buradan görsənir. Snipping tool haqqında da danışağın. Yadınızda saxlayın ki, snipping tool nə üçündür? Ekranımın müəyyən bir hissəsinin şəklinin çəkilməsi üçündür. Və kombinasiya düyməsi isə yadınızda saxlayın ki, Win Shift S-dir. Basırıq, biz hal-hazırda əlimin altına mən basıram, snipping tool açılır və buradan belədən yaddaşa düşür. Gəlirəm snipping toolda yaddaşa düşəndən sonra
Mən düzdür, kompüterimdə axır vaxtlar snipping tool, normalda hamınızda burada aşağıya gəlməlidir snipping tool'un işarəsi. Məndə gəlmir, amma bilmirəm nədəndir bu problem. Bir dəqiqə. Hə. Bir dənə də cəhd eləyək, Win Shift S-i basaq. Mən orada sizə bir şey göstərmək istəyirəm ki, niyə gəlmir bu? Kəşki gələrdi. Shift S, bir dənə də göstərək. Neysə. Snipping tool'dan bilirsiniz nə demək istəyirdim sizə? Onu demək istəyirəm ki, Snipping tool yeganə proqramdır ki, bunun içərisində obyektlərim, daha doğrusu çəkdiyim şəkillərim HTML, JPG və GIF formatında və PNG formatında yaddaşda saxlamaq olur. Bir də ki, Snipping tool raster qrafikasına əsaslanan proqramlardan biridir. Başqa nələrdən danışmalıyıq? Account bölməsini bilirsiniz. Sizin hal-hazırda daxil olduğunuz userlərdir. Buradan göstərir. Həmin o userlərin parollarını və yaxud da ki, useri dəyişdirə bilərsiniz, əlavə edə bilərsiniz, adınızı dəyişdirə bilərsiniz və s. Time and language bölməsi bildiyiniz kimi vaxtdır, dildir və yaxud da ki, region ayarları elə buralardan tənzimlənilir. Gaming mənim kompüterimdə bəzi oyunlar var ki, onların settingslərini buradan tənzimləyə bilirik. Accessibility o deməkdir ki, mən məsəl üçün yazılarımın ölçüləridir, vizual effektlərimdir, mousumun ölçüsünün və yaxud da ki, işarəsinin dəyişdirilməsidir. Lal karkorlar üçün müəyyən bir proqramlar var ki, əmrlər var ki, bunları buradan biz əlçatanlıq bölməsindən tənzimləyə bilirik ki, həmin o əngəlli olan insanlara köməklik göstərərəkdən kompüterimizi daha da aktiv işlədə biləyik. Daha sonra Privacy and Security bölməsi var ki, bu da təhlükəsizliklə bağlı olan hissədir ki, buradan da beldən göz yaddaşından yadınıza saxlayırsınız ki, nələr var, nələr yoxdur. Windows Update bölməsi var ki, burada da bildiyiniz kimi Windows'umuzun update'ləri yenilənməsi bu hissədən tənzimlənir. Və salam, settings bölməsi bu qədər. Sadəcə klaviatura kombinasiya düyməsi də Win-i olduğunuzu yadınıza saxlayırsınız. Başqa da digərlərini göz yaddaşından yadınıza saxlamağınız kifayətdir. Çünki bildiyiniz əmrlərdir, elə adından məlum olan əmrlərdir. Aha, bu qədər.